Taliban həbsxanalarına düşənlərin başına nə gəlir? Kabildə yaşayıram, 25 yaşım var. Əfqanistanda universitet bitirmişəm, jurnalist işləmişəm. Qadınlar üçün qeyri-hökumət təşkilatlarım var idi. Kabil Talibanın əlinə keçəndə QHT-min qeydiyyatı ləğv olundu. Onun sənədi bir kağız parçasına çevrildi. Bunu Kabildə Talibanın nəzarətində zorlandığını deyən gənc bir qadın danışır. O hazırda Əfqanistanda qalır deyə kimliyini açıqlamırıq, səsini vermirik. Onu Taliban 2 dəfə saxlayıb, qadınların təhsilinə və işinə qadağaya etiraz etdiyinə görə. 2024-cü il martın 19-da bir qrup Talibançı evimə basqın etdi. Bu dəfə məni həbs edəndə telefonumu və laptopumu da götürdülər. Başıma qara torba keçirdilər, telefonumun parolunu istədilər. Məni döydülər, elektroşok verdilər. Onlara telefonumun parolunu verməli oldum. Taliban onun telefonundan başqa bir etirazçının kontaktını əldə edib. Sonra məni zorladılar. Mənə xaraktersiz qadın dedilər. Dedilər ki, artıq məhv olmuşam. 4 kişi idilər. Həbsxanadan buraxanda məni ailəmə vermədilər. Məni dövlət xəstəxanasına yolladılar, çünki durumum pis idi. Qadın nəhayət evinə qaydanda bu dəfə də özəl xəstəxanaya getməli olub. Bütün bədəni ağrıyırdı, göyərmişdi. Sağalması uzun çəkib. Bir neçə aydan sonra durumu yenidən pisləşib. Hamiləlik test elədim, müsbət çıxdı. Özəl klinikada abort elətdirdim. Yenidən xəstəxanada yatdım. Heç indi də özümü yaxşı hiss etmirəm. Qadın danışır ki, ona həbsdə başına gələnləri danışacağı halda daşlamaqla hədəliyiblər. O hazırda evdən çıxmır, amma onu sustura bilməyiblər. İndi mənə bircə şey motivasiya verir. Başıma gələnləri danışmalıyam. Biz qadınlarla bu cür rəftar olunmamalıdır. Belə bir rəftara layiq deyilik. Hələ də Əfqanistanda yaşayıram. 4 divar arasında qalmağa məhkumam. BMT-nin Əfqanistanda yardım missiyasının hesabatında deyilir ki, gender əsaslı zorakılıq qurbanları da həbsxanaya göndərilir. Çünki Taliban pis rəftarla üzləşmiş qadınlar üçün sığınacaqları, dəstək mərkəzlərini bağlayıb. Taliban rəsmiləri sığınacaqları qərb anlayışı adlandırır. Durum isə getdikcə pisləşir.